hörmətli Gülçin sevənlər, bu ilk növbədə mənim bura gəlməyimin səbəbini açıqlamaq istəyirəm. Gülçinin atasıyla biz uzun müddət bir-birimizi tanımışıq, dostluğumuz olub, yoldaşlığımız olub. Ancaq Gülçinlə son yəqin ki, 5 ilin belə münasibətimiz olub və Allah qəni-qəni rəhmət eləsin, o qədər öz qızının üstündə belə bayaqları kalibrdən danışdılar. Kalibri ən kiçik, ən balaca bir quşdur da, bu kiçik quşlar ailəsindən olan və ancaq bunun o qədər gücü var ki, o quş hətta hansı güldən, hansı gülə qonmaq, eyni zamanda uça-uça göydə özünün əldə etdiyi yemi necə yemək, bunların hamısı məlum məsələdir ki, mən düşünürəm ki, Gülçin özü belə xırda qara balaca olduğuna bir elə kalibr sözünü götürüb ki, yəni mən nə qədər balaca olsam da atamın ruhu, atamın istəkləri mənim yanımdadır. Atasıyla da çox söhbətlərimiz olub. Bu yaxından da gördüm biraz bir də sənətdən ayrılmaq istəyir, nə bilim küskündür. Dedim, kimə hörmət edirsən, öz işindir. Amma o kişinin ruhuna görə sən ayaqda olmalısan, ayaqda durmalısan və bundan da artıq göstərməlisən ki, mən kalibri kimi ancaq qartal vüqadıyam, şahin vüqadıyam. Ona görə də bugün mənim üçün doğrudan da sevinçli gündür, mən onu təbrik edirəm. Bugün elə bir vaxtdır ki, fərdi sərgilərin keçirilməsi, fərdi sərgilərin nümayişi, bu doğrudan da çətin məsələdir. Ancaq bugün çox şükür ən gözəl, simalı, eyni zamanda qəşəng, burada elə insanlar iştirak edir ki, doğrudan da bunlar elə onun özünün adına layiq qonaqlardır. Bir daha mən sevdirəm, sən də bilirəm, hamısı səni təbrik edirəm. Gün o gün olsun, o kalibri, qartal vüqarlı, bütün üzərində düşən məsələlər əlləsin. Bu, bayaq dedi, atamın ruhu buradadır. Arkada 2 dənə fotoaparat var, 3 dənə. 3 fotoaparat, onun atasının fotoaparatlarını gətir, burada saxlayır. Eşq olsun, təbrik edirəm, uğurlar arzulayıram və həmişə yanındayım. Nə lazım olsa,